Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 6 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə güclü, qüdrətli və nüfuzlu dövlət başlığı ilə yazımız dərc edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dəyişməsini, dünya birliyinin layiq üzvünə çevrilməsini təmin edib. Bugün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi, hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Geniş miqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları isə ikinci səhifəmizdə yer alıb. Ətraflı tanış olmaq üçün sözgedən səhifəmizə baxa bilərsiniz. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım şahzadəsi Lalla Hasna ilə görüşüb başlıqlı məlumat da üçüncü səhifədə dərc olunub. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasna ilə görüşüblər. Söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Dördüncü səhifəmizdəki yazılar isə Ulu Öndər Heydər Əliyevə həsr olunub. Xalqın və dövlətin nicatı Ulu Öndər başlıqlı məqalədə qeyd olunur ki, Ulu Öndər zərrə qədər tərəddüd etmədən fəaliyyətə başlamaqla ən zəruri addımlar atır, eləcə də milli əhvali ruhiyyəli vətənpərvər oğulları Dövlət Təhlükəsizlik Komitəsini işə cəlb etməklə xalqımızın qeyrətli və cəsur övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alır. Milli ziyalı kadrları hər cür təhlükələrdən qoruyurdu. Vətənpərvər insan Heydər Əliyev paralel şəkildə milli mənəvi dəyərləri bərqərar etmək, xalqın zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq üçün də ölçüyə gəlməz işlər görürdü. Ulu Öndər Heydər Əliyevin siyasi irsi qüdrətli dövlətin əsasları başlıqlı yazıda 5-ci səhifədə yer alıb. Mayın 5-də Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü və Konstitusiya və suverenlik ilinə həsr olunmuş Ulu Öndər Heydər Əliyevin siyasi irsi qüdrətli dövlətin əsasları mövzusunda konfrans keçirilib. 6-cı səhifəmizdə Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib başlığı ilə məlumat yer alıb. Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib. 7-ci səhifəmizdəki yazıların başlıqlarını isə diqqətinizə çatdırırıq. Nine Senses Fest Beynəlxalq Yoga Festivalının bağlanış mərasimi keçirilib. Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. Uşaq evlərinin komandaları arasında mini futbol turniri təşkil olunub. Leyla Əliyevanın təşəbbüsü ilə Gənc Arıcı layihəsi Xızı rayonunda həyata keçiriləcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2025 keçirilib. Başlıqlı məlumat da 8-ci səhifədədir. Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2025 keçirilib. Küləyə qalib gəl şüarı ilə təşkil edilən yarışda 28 min ədəd iştirakçı qeydiyyatdan keçib. Artıq 8-ci dəfədir keçirilən Bakı marafonuna tanınmış siyasi, ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub, ümumilikdə marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub. Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan məqalə isə 9-cu səhifədə yer alıb. Tarixi irs və azad fikir ənənələr başlıqlı yazımızda Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiqət Əskərlinin, əməkdar jurnalist Tofiq Abbasovun və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının da fikirləri yer alıb. 10-cu səhifəmizdəki yazılar isə Hənifə xanım Zərdabiyə həsr olunub. Azərbaycanın ilk maarifçi qadını başlıqlı məqalədə qeyd olunur. Hənifə Məlikova da millətin yolunu aydınladan maarifçiliyin sədaqətli əsgərlərindən idi. 1856-cı ildə Şimali Qafqazın Nalçik şəhərində dünyaya gələn Hənifə xanım Tiflisdəki Müqəddəs Nina Qız Məktəbində təhsil alan ilk müsəlman qızlarından biri idi. Hənifə xanım Həsənbəy Zərdabi ilə birgə Azərbaycan maarifçiliyinin bünövrəsini qoyub. O bir müəllim, maarif işçisi kimi cəmiyyətin tərəqqisi üçün çalışıb. Dövrünün savadlı qadınlarından biri kimi Azərbaycan mətbuatının və maarifçiliyinin inkişafında fəal rol oynayıb. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunmuş, tarixşünaslığa layiqli töhfə, Qərbi Azərbaycan, faktlar, sənədlər və reallıqlar başlıqlı məqalədə 11-ci səhifədə yer alıb. Qərbi Azərbaycan icmasının sifarişi və maddi dəstəyi ilə yeni kitablar çap edilir. Belə kitablardan biri Qərbi Azərbaycan icmasının kitabxanası seriyasından tarix üzrə fəlsəfə doktoru, dövlət mükafatı laureatı Nazim Mustafanın Qərbi Azərbaycan, faktlar, sənədlər və reallıqlar kitabı bu yaxınlarda işıq üzü görmüşdür. Günün siyasi nəbzi tutulan 12-ci səhifəmizdəki yazı isə İran-Azərbaycan əlaqələrinə həsr edilib. Regional əməkdaşlığın geosiyasi konturları başlıqlı məqalədə qeyd olunur.
İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu həm siyasi dialoqun intensivləşməsi, həm də keçmişdəki gərginliklərin arxada qalması, qarşılıqlı etimad mühitinin formalaşdırılması naminə atılan önəmli addımdır. Kanada Baş nazirinin Ağ Evdə görüşü buzları əridəcəkmi sualının cavabı 13-cü səhifədə verilib. The Interpreter nəşri yazır ki, Kanada 51-ci ştat kimi əhali sayına görə birinci, iqtisadiyyata görə isə ikinci yer tutardı ki, bu da ölkə daxilində, yəni ABŞ daxilində güc balansını kökündən dəyişərdi. Digər 50 ştat buna öz təsiri üçün ciddi təhlükə hesab edərdi. Və buna görə də Kanadanın 10 əyalətinin hər birinə ayrı bir ştat statusunun verilməsi daha məntiqli görünərdi. Lakin belə bir qərar Ottavanı onların neft sərvətlərini soran parazitdən başqa bir şey hesab etməyən Quebec, Alberta və Saskatchewanın ciddi müqaviməti ilə qarşılanacaqdı və çətin ki, burada Vaşinqtona başqa cür yanaşsınlar. Ermənistanla bağlı maraqlı bir yazıda 14-cü səhifədə yer alıb ki, Ermənistanda orduya çağırışın yaş həddinin artırılması ciddi siqnallardan xəbər verir başlığı ilə bu yazımızda deyilir. Jugovurt qəzetinin məlumatına görə, hakim Mülki Müqavilə Partiyasının deputatı Hayk Sarkisyan orduya məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını nəzərdə tutan qanunverici təşəbbüsü irəli sürüb. Bu təşəbbüs əslində Baş nazir Nikol Paşinyanın razılığı ilə gündəmə gətirilib. Ermənistan silahlı qüvvələri ciddi insan resursu çatışmazlığı ilə üz-üzədir. Könüllü şəkildə ölkədən gedənlər və çağırışdan yayılanlara görə orduya ehtiyat qüvvə cəlb etmək də çətinləşib. 15-ci səhifədə isə Dünya Bugün xəbərlər rubrikasında Türkiyə və ABŞ liderləri arasında telefon danışığı baş tutub, Fransanın baş nazirindən dövlət borcu ilə bağlı xəbərdarlıq, İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirir, Livan Suriya ilə sərhəddə Bəşər Əsədin narkotik fabrikini ələ keçirib kimi maraqlı məlumatlar yer alır. Bugünkü nömrəmizin son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Bugünlük isə çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.